Salam əziz müəllimlər və müəllimlərin işə qəbuluna hazırlaşanlar. Bildiyimiz kimi söz yaradıcılığı ilk baxışdan asan mövzu kimi, asan bölmə kimi görünsə də söz yaradıcılığında kök və şəkilçi məsələsi, xüsusilə leksik və qrammatik şəkilçilərin bir-birinə fərqləndirilməsi təbii ki, problem yarada bilər. Azərbaycan dilində çox vacib bölmə hesab olunur söz yaradıcılığı. Digər mövzularda isimdə, sifətdə, feildə söz yaradıcılığı çox lazım olacaq. Əsas toxunulacaq məsələlərdən biri nədir? Sözün tərkibi. Biz sözün tərkibini bilməliyik ki, sabah nitq hissələrini normal şəkildə mənimsəyə bilək. Ona görə də mən sırf sözün tərkibi haqqında kökü, şəkilçisi, leksik və qrammatik şəkilçilərin müəyyən olunması haqqında danışacağam. Söz yaradıcılığını normal şəkildə mənimsəməkdən ötürü biz birinci nəyi bilməliyik? Sözün tərkibini. Sözün tərkibinə nələr daxildir? Gəlin baxaq. Sözün tərkibi kök və şəkilçidən ibarətdir. Bəs bunları biz necə fərqləndirəcəyik? Hansı kökdür, hansı şəkilçidir? Bunların bir-birindən nə fərqləri var? Buna gəlin birlikdə baxaq. Deyək ki, qeyd edirəm ki, balıqçılıqdandır sözünü. Balıqçılıqdandır. Sözün kökü nədir? Bilirik ki, sözün kökü müstəqil leksik məna verən hissədir. Və burada sözün kökü nədir? Bal olarmı? Bəli, ilk baxışdan deyə bilərsiniz ki, bal sözün kökü ola bilər. Çünki müstəqil leksik məna verir. Amma yaddan çıxarmayaq ki, köklə yeni yaranan söz arasında məna bağlılığı, yəni yeni yaranan söz arasında bağlılıq olmalıdır. Balla balıq arasında məna bağlılığı olmadığına görə sözün kökü bal yox, balıq olur. Balıq olur. Bal sözü müstəqil leksik məna versə də, balla balıq arasında məna yaxınlığı olmadığına görə sözün kökünü balıq götürdük. Sözün kökü nə olar? Balıq. Hə, indi gəlin baxaq. Kökün şərti işarəsi nədir? Kökün şərti işarəsi bax budur. Kök, yəni balıq sözün ayrılıqda işlənə bilən formasıdır. Ayrılıqda müstəqil məna verən hissəsidir. Yəni burada ayrılıqda müstəqil leksik məna verə bilən bir dənə söz var, o da balıqdır. Düzdür, balın da eyni zamanda danın da ayrıca leksik mənası var. Amma balla balıq arasında məna yaxınlığı olmadığına görə demək ki, sözün kökü balıqdır. Danın da ayrıca mənası var, amma həmin danın buraya heç bir aidiyyatı yoxdur. Burada çıdır, lıqdır, dandır, dırdır, bunlar şəkilçilərdir. Bunlar şəkilçilərdir. Balıq dedikdə ağlınızda nə var? Suda yaşayan canlı. Bəs balıqçı dedikdə ağlınıza nə gəldi? İnsan. Suda yaşayan canlıdan insana çevrildisə, bu şəkilçi nə sayıla bilər? Təbii ki, leksik şəkilçi. Çünki leksik şəkilçi yeni mənalı söz yaradır. Balıq dedikdə suda yaşayan canlı nəzərdə tutuldu. Balıqçı dedikdə isə həmin suda yaşayan canlını tutan adam nəzərdə tutulur. Yeni mənalı söz yarandı. Bu yeni yaranan sözlə kök arasında məna yaxınlığı, məna bağlılığı varmı? Bəli, var. Təbii ki, balığı dəmirçi gəlib tutmayacaq ki, və yaxud da dülgər gəlib tutmayacaq ki, balığı tutacaq balıqçı. Görürükmü? Məna bağlılığı var, məna yaxınlığı var. Demək ki, çı leksik şəkilçidir, çünki yeni mənalı söz yarandı və eyni zamanda köklə şəkilçi arasında məna bağlılığı var. Bu şəkilçi oldu leksik şəkilçi, yəni mənanı dəyişdisə, təsəvvürümdə olan dəyişdisə, bu sayılır leksik. Sonra balıqçı dedikdə ağlınızda bir insan var idi. Bəs balıqçılıq dedikdə ağlınıza nə gəlir? Peşə. Düzdürmü? Peşə gəldi. Fikir verin, insandan peşəyə dəyişdisə, yəni balıqçılıq deyəndə ağlınızda peşə yarandısa, deməli, yeni mənalı söz yarandı. Yəni, peşə anlayışı yarandı. Balıq dedikdə suda yaşayan canlı idi. Balıqçı dedikdə, loru şəkildə desək, quruda yaşayan bir canlı, yəni insan, həmin balığı tutan insan nəzərdə tutuldu. Balıqçılıq dedikdə isə yeni bir peşə yarandı. Artıq insandan peşəyə çevrildi. Demək ki, yeni mənalı söz yarandı və burada şəkilçi olur leksik şəkilçi. Balıqçılıqdan deyəndə ağlınızda nədir? Yenə peşə. Peşədən peşəyə dəyişmədi ki, eyni şey oldu. Oldu nə? Qrammatik şəkilçi.
Eyni zamanda dır şəkilçisini də qrammatik götürürük. Nəyə görə? Mənim ağlımda olan dəyişmədi. Balıqçılıqdan peşəsindən söhbət getdi. Balıqçılıqdandır, dır da orada qrammatik şəkilçi oldu. Deməli, burada nədir qrammatik şəkilçi? İndi necə fərqləndirəcəyim? Yəni, şəkilçilər iki cür olur, leksik və qrammatik. Yadınızda qalsın ki, leksik şəkilçi yeni məna yaradan hissədir. Yəni, yeni mənalı söz yaradır. Bunun işi nədir? Yeni məna yaratmaq. Qrammatikin işi nədir? Sözün formasını dəyişmək. İndi birazdan öyrənəcəyik ki, sözlər arasında əlaqə yaratmaq, cümlələrin bir-birindən əlaqələndirilməsinə xidmət etmək. Yəni, qrammatik şəkilçi olmadan sözlər arasında müəyyən bir mənalar formalaşa bilmir. İndi bunlar arasında fərqlər nə oldu? Sözün quruluşunu leksik şəkilçi dəyişdi. Bax, bu şərti işarənin altında hansısa bir şəkilçi verilibsə, demək ki, o leksik şəkilçidir və sözün quruluşunu dəyişir. Eyni zamanda sözün leksik və qrammatik mənasını da dəyişə bilir. Baxın, balıq sözündən balıqçı sözünə keçəndə yeni mənalı söz yarandı. Yəni, sözün leksik mənasını dəyişdi. Eyni zamanda qrammatik mənanı da dəyişə bilir. Yəni, balıq dedikdə, balıqçı dedikdə aydın məsələdir, hər ikisi isimdir. Amma ola bilər ki, yəni sözdə isim olsun və isimdən feil yaransın. Yəni, belə bir hal, yəni başqa bir nitq hissəsindən tamamilə fərqli bir nitq hissəsi yaransın. Bu hal olanda artıq olur, yəni bu hal olanda artıq leksik şəkilçi sözün qrammatik mənasını da dəyişir. Yəni, sözün qrammatik mənasının dəyişilməsi, nitq hissəsinin dəyişilməsi deməkdir. Bu da leksik şəkilçi hesabına baş verir. Sözün mənasını dəyişsə də, yarandığı sözlə məna yaxınlığı mütləq şəkildə olmalıdır. Və leksik şəkilçi sözlər arasında əlaqələndirmə rolunu oynamır. Sözün formasını da dəyişdirmir. Və bu şəkilçilər, leksik şəkilçilər sözün ahənginə tabe olur. Bəziləri isə tabe olmur. Yəni, ahəng qanununda buna xüsusi olaraq toxunacağıq. Və bu şəkilçilər bir cür yazıla bilər, iki cür yazıla bilər və dörd cür yazıla bilər. Həm sözün önünə, həm də sözün sonuna qoşula bilər. Azərbaycan dilində ümumiyyətlə leksik şəkilçi sözün əvvəlinə yox, sözün sonuna doğru qoşulur. Eyni zamanda dilimizin qaydalarına uyğun olaraq sözə əvvəlcə leksik, daha sonra qrammatik şəkilçilər qoşulmalıdır. Təbii ki, bu sıranı pozan şəkilçilərimiz var. Gəlin həmin şəkilçiləri qeyd eləyək. Ç şəkilçisidir. Ç üstü 4. Daha sonra sız üstü 4. Cil və dakı üstü 2 şəkilçisidir ki, bu şəkilçilər qrammatik şəkilçidən sonra da sözə qoşula bilən leksik şəkilçilərdir. Gəlin baxaq. Məsələn, xalam, gil, dəki. Bu sözün kökü xaladır. M mənsubiyyət şəkilçisi, gil leksik, dəki də leksik şəkilçidir. Normalda sözə əvvəlcə leksik qoşulmalıydı, daha sonra qrammatik qoşulmalıydı. Yəni, sxem bu formada olmalıydı. Amma bu qaydaya tabe olmayan şəkilçilərimiz var. Həmin şəkilçilər qeyd etdiyim şəkilçilərdir. Yəni, həmin şəkilçilər bu şəkilçilərdir. Qrammatik şəkilçi haqqında qeyd edeyim. Yəni, bunların fərqləndirilməsindən danışırıq. Qrammatik şəkilçilər sözün quruluşunu dəyişmir. Baxın, bunu qeyd dəftərinizə qeyd eləyin. Qrammatik şəkilçilər sözün aid olduğu nitq hissəsini dəyişə bilmir. Yəni, adətən sifətin isimləşməsində, məsələn, qrammatik şəkilçini adətən nitq hissəsinin dəyişməsi kimi müəllim var ki, götürür. Məsələn, qeyd eləyirəm ki, yaşlılar. Burada sözün kökü yaş ismidir. Yaşlı sifəti yarandı yaş ismindən, lar da qrammatik şəkilçidir. Sözün kökü isimdir və sözün başlanğıc forması isə sifətdir. Yəni, söz özü sifətdir. Lakin burada qrammatik şəkilçini görüb, onu yenidən isim adlandıranlar olur. Bu yanlışdır. Qrammatik şəkilçi nitq hissəsi yaratmır. Yəni, bu söz sifətdir, isimləşsə də sifət olaraq qalır. Demək, sözün quruluşunu dəyişə bilmir. Baxın, bu şərti işarənin altında olan şəkilçi sözün quruluşunu dəyişə bilmir. Sözün leksik və qrammatik mənasını da dəyişə bilmir. Necə ki,
yeni nitq səsi yaranmır. Demək ki, leksik və qrammatik mənanı da dəyişə bilmir bu şəkilçi. Sözlər arasında sadəcə əlaqələndirmə rolunu oynayır və sözün formasını dəyişir. Və eyni zamanda yalnız milli şəkilçilərdir, yəni alınması olmur. 2 variantlı, 4 variantlı formasındadır. Əgər bir cür yazılan şəkilçidirsə, həmin şəkilçi mütləq şəkildə leksikdir. Sözönüş şəkilçilər leksikdir və eyni zamanda bir cür yazılan şəkilçilər də leksik şəkilçilərdir. Və leksik şəkilçilərdən fərqli olaraq sözün önünə qoşula bilmir. Yalnız sözün sonuna artırılır. Bunu da mütləq şəkildə bilməlisiniz. Və hamısı ahəng qanununa tabe olur. Yəni sözün sonuncu saiti qalındırsa, həmin sözə qalın saitli şəkilçi artırılır. Gəlin elə bu hissəyə də toxunaq. Kitablar. Var şəkilçisini sözdən silirəm. Nə deməkdir bu şəkilçi? Yəni şəkilçinin ahəng qanununa tabe olması nə deməkdir? Sözün sonuncu saiti qalındır. Sözdə 2 dənə sait var, incə və qalın. Və burada sözün sonuncu saiti nəzərə alınmaqla şəkilçi həmin sözü artırılır. Bilirsiniz ki, lar şəkilçisi 2 cür yazılır, lar və lər. Bu sözün sonuncu saiti qalın olduğuna görə həmin sözə larlərin lar forması artırılır. Nəyə görə? Çünki bu şəkilçinin tərkibində olan sait qalındır, digərində isə incədir. Kitablar. Əgər dəftər sözü qeyd olunsaydı, onda sonuncu sait incə olduğuna görə ona lər şəkilçisi artırılacaqdı. Demək, bütün qrammatik şəkilçilər ahəng qanununa tabe olur. Bu da leksik və qrammatik şəkilçilərin bir-birindən fərqləndirilməsi oldu. Sizin üçün burada bəzi sözlər vermişəm ki, həmin nümunələrin üzərində sizə lazım olan informasiyaları verəcəyəm. Yəni, elə sözlər seçib yazmışam ki, bu sözlərin birini etmək, 3-ünə, 5-inə yol açmaq deməkdir. Nümunələri göstərirəm və üzərində qaydaları özüm müəyyən edəcəyəm. Təbii ki, sizdən bir yerdə. Gəlin, verilmiş sözləri tərkibinə görə təhlil edək. Sözün kökü süp olarmı? Sözün kökü süp olmaz. Dilimizdə süp sözü yoxdur. Deməli, süpürgəçilik sözünün kökü süpür hissəsidir. Yəni, feildir. Süpür feilindən süpürgə ismi yarandı. Yeni mənalı söz yarandı mı? Bəli. Süpür nəyisə süpürməkdir. Süpürgə isə artıq o əşyanın adıdır. Ağlımda olan, təsəvvürümdə olan dəyişdimi? Bəli, dəyişdi. Demək ki, bu şəkilçi leksik şəkilçidir. Süpürgəçi dedikdə mənim təsəvvürümdə olan dəyişdimi? Bəli, dəyişdi. Yəni, süpürgəçi, süpürgə işi ilə məşğul olan şəxs. Süpürgəçilik dedikdə isə artıq həmin peşə nəzərdə tutulur. Yenə də təsəvvürümüzdə, ağlımızda olan dəyişdi. Demək ki, bu da oldu nə? Təbii ki, süpürgəçi ismi və süpürgəçilik ismi yaranmış oldu. Ağlımda, təsəvvürümdə olan dəyişdisə, demək ki, bu şəkilçi leksik şəkilçidir. Burada C şəkilçisinə fikir verək. C şəkilçisi feillərə artırıla bilir. Gəlin, baxaq. Məsələn, bölgə. Böl sözündən bölgə və yaxud da döngə. Dönməkdən döngə sözü yarandı. Deməli, dön feilinə artırıldı və böl feilinə artırıldı. Demək ki, C şəkilçisi feilə qoşulan leksik şəkilçidir. Şəkilçiləri əzbərləməyin tərəfdarı deyiləm. Sadəcə olaraq həmin bir neçə söz götürərək, həmin sözlər üzərində şəkilçiləri müəyyən etməklə, yəni şəkilçilərin hansı nitq hissəsinə artırıldığını müəyyən etməklə bu qaydanı öyrənmək daha səmərəlidir. Təbii ki, C şəkilçisi sadəcə feilə qoşulmur. Məsələn, deyək ki, bircə. Bir sayına qoşulmaqla bircə zərfi yaranıbdır. C şəkilçisi sadəcə feilə qoşulmur. Kitabxanaçı. Kitab sözün köküdür. Kitab deyəndə nə nəzərdə tutulur? Təbii ki, hər hansı bir kitab. Kitabxana dedikdə nə nəzərdə tutulur? Kitabxana dedikdə artıq həmin kitabların yığıldığı məkan nəzərdə tutulur. Yeni anlayış nəzərdə tutuldu mu? Yeni anlayış oldu mu? Oldu. Demək ki, leksik şəkilçidir. Kitabxanaçı dedikdə nə nəzərdə tutulur? Həmin o kitabxanada işləyən bir şəxs. Yeni mənalı söz yarandı mı? Bəli, yarandı. Demək ki, leksik şəkilçidir. Azaldılmışdı sözünə baxaq. Sözün kökü azdır. Az sözündən azalmaq sözü yarandı.
Bilirsiniz ki, al şəkilçisi adlara qoşulur. Demək ki, burada olan az sözü azmaq feili yox, az sayıdır. Azaldılmışdır. Burada siz şəkilçini d yoxsa dıl formasında götürmək istəsəz əgər, yadınızda qalsın ki, özündən sonra, d-nın özündən sonra sayt ilə başlayan şəkilçi gəldiyinə görə azaltmaq, baxın, t. Feillərdə ümumiyyətlə maq qaydasını tətbiq etməklə həmin şəkilçinin leksik və qrammatik olduğunu müəyyən etmək olur. Baxırsınız, ilk baxışdan görürsünüz ki, bu söz feildir. O zaman maq şəkilçisini artırmaqla, yəni maqliyə gedirsiniz. Az sözü azalmaq, azaltmaq, azaldılmaq, azaldılmış maq olmadı demək ki, qrammatikdir. Yəni artıra bilmədiyiniz olur qrammatik. Yəni bunu feillərdə tapmaq daha rahatdır. Azaldılmışdırmaq olmadığına görə olur qrammatik. Feillərdə şəkilçinin leksik və qrammatik olduğunu bilmək istəyirəmsə, maq şəkilçisini artıra bilərəm. Artıra bildimsə leksikdir, artıra bilmədimsə qrammatikdir. Azaldılmışdır. Düzdürmü? İlk baxışdan görürük ki, feildir. Demək ki, burada biz leksik şəkilçi və qrammatik şəkilçisini müəyyən etmək üçün, leksik və qrammatik şəkilçisini müəyyən etmək üçün maq şəkilçisini artıra bilərik. Təbii ki, siz bu şəkilçisini gedib ismə, feilə artıraraq həmin şəkilçisinin leksik və qrammatik olduğunu müəyyən edə bilməzsiniz. Bu şəkilçi yalnız feillərə artırılanda özünü doğruldur. Yellənəcəkdəkilər sözünə baxaq. Sözün kökü yel sözüdür. Dilimizdə yel sözü varmı? Bəli, var. Məsələn, yaman yel əsir, yəni külək əsir, bu anlamda, külək anlamında. Təbii ki, bu söz revmatizm xəstəliyinin xalq arasında adı da var, amma həmin o xəstəliklə yellənəcək arasında hər hansı bir bağlılıq olmadığına görə, yellər arasında hər hansı bir bağlılıq olmadığına görə, demək ki, sözün kökü yel, yəni külək anlamını ifadə edən sözdür. Lən şəkilçisini biz nə zaman iki hissəyə parçalayırıq? Gəlin buna toxunaq. La, üstəgəl n və yaxud da lan formasında bu şəkilçi təhlil edilə bilər. Leksik şəkilçi olaraq təbii ki, leksikdir. Əgər maq artıra bilirəmsə və maq artırandan sonra, yəni parçalayıb arasına maq artıra bilirəmsə və artıranda da mənalı söz yaranırsa, demək ki, artıq həmin şəkilçi iki hissəyə parçalanır. Yelləmək sözü varmı dilimizdə? Bəli, var. Yellə yelləyirsən. Yəni, yel vasitəsilə yelləmək sözü yaranır. Yelləyəndə nə baş verir? Təbii ki, yellənir. Baxın, yel sözünə biz maq artıra bilmərik. Çünki orada nədir? Yel ismidir. Yelləmək, yellənmək görürük ki, feildir. Yellənəcəkmək deməyin. Nəyə görə? Yellənəcək isimdir. Siz ora niyə maq artırırsınız ki? Siz orada fikir verməlisiniz. Yəni, feildən başqa digər nitq hissələrində fikir verməlisiniz ki, yeni mənalı söz yaranır, yoxsa yox. Yellənmək sözü var idi, düzdürmü? Yelləyəndə nə baş verir? Yellənir. Yelləyəndən sonra nə baş verir? Artıq yellənəcək anlayışı yaranır. Yellənəcək yeni mənalı söz oldu. Yeni mənalı söz oldusa, demək ki, leksikdir. Dəki də, dakı, dəki şəkilçisi də həmişə sifət yaradır və heç zaman da-çı formasında da parçalanmır və həmişə də leksik şəkilçidir. Həmişə də hansı sualına cavab verir, hansı sualına cavab verən sifət yaradır. Lər də qrammatik şəkilçidir. Sınaqdakılar. Sözün kökü sın olarmı? Xeyr, olmaz. Yəni, bizi imtihanda sındırmırlar ki, bizi imtihanda sınayırlar. Sözün kökü sınadır. Sına sözündən sınaq ismi əmələ gəldi. Q şəkilçisi sına feilinə qoşulubdur. Hardan bilirəm? Məsələn, daraq. Daramaq feilinə qoşulub. Demək ki, Q şəkilçisi feili artırılır. Dakı sifət yaradan leksik şəkilçisi, lar da qrammatik şəkilçidir. Sulaqçılıq. Gəlin bu sözə baxaq. Sulaqçılıq. Sulaqçılıq. Sözün kökü nə olar? Su olmaz. İndi ola bilər ki, su ilə sulaq əmələ gəlir, amma onun məna bağlılığı yoxdur. Sözün kökü suladır. Sula. Suladan nə yaranır? Təbii ki, sulaq. Düzdür. Sulamaq feilinə, yəni q feili artırıldı. Sulaqçı ismi, sulaqçılıq ismi. Demək ki, bu şəkilçilər leksikdir, yəni yeni mənalı söz yaranır. Baxın, sulaq, daha sonra sulaqçı anlayışı yarandı, sulaqçılıq peşəsi, yəni sulaqçılıq anlayışı da yaranmış oldu. Sonra baxırıq, çoxaldırdıq sözünə. Sözün kökü çox sözüdür. Al adlara qoşulur. Demək ki, çox sözü burada nədir? Təbii ki, saydır. Və dır şəkilçisini, yəni ilk başdan dır formasında təhlil etsəz, yanlışlıq edəcəksiniz.
Feildir bu. Çoxalmaq, çoxaltmaq özündən sonra saytla başlayan şəkilçisi gəlibdir. Ir qrammatik və dıq şəkilçisi haqqında bir qayda deyim. Qeyd dəftərinizə qeyd eləyin ki, dıq sözün sonunda gəldi, iki hissəyə mütləq şəkildə parçalanmalı. Yəni dığlar həmişə parçalanır. Şəxs dəyişdiyinə görə bu belədir. Məsələn deyirik ki, çoxaldırdı, o çoxaldırdı, biz çoxaldırdıq. Yəni dıq iki hissəyə parçalandı. O çoxaldırdı, biz çoxaldırdıq. Davam eləyək. Daşıtdırmaq. Sözün kökü daş olmaz. İndi ola bilər ki, bəzi yerlərdə bu sözün kökünü daş verirlər. Amma mənə görə bu sözün kökü daş deyil. Sözün kökünü daşı vermək doğrudur. Bir şey daşıyırsan, daha sonra daşıtmaq, daşıtdırmaq, baxın, dır şəkilçisi o zaman leksik olur ki, özündən sonra qrammatik artırılsın. Və burada da elə hazır formada artırıblar. Maqda qrammatikdir. İncidirdik sözünə baxırıq. Sözün kökü incidir. İnci sözü amonim formasında işlənən sözdür və iki cür düşünülür. Bir incimək sözü, bir də inci, yəni mirvari, dür, sədəf bu anlamda. Və inci sözündən incitmək sözü görürük. D-t əvəzlənməsi, t-d əvəzlənməsi, ir qrammatik və dik, yəni dığın digər forması gəldi. Nə edirik? Təbii ki, incidirdi, incidirdik formasında, yəni iki formada di ayrı, ç ayrı formasında təhlil edilir. Gərginləşmişdi sözü. Sözün kökü gərdir. Müəllim, gər sözü varmı? Bəli, dilimizdə gər sözü var. Məsələn, qanadlarını gərən qartal və yaxud da o gərginidir. Yəni gər sözü var dilimizdə. Gərgin sözü yarandı. Gərginləmək sözü varmı dilimizdə? Yox. Bilirik ki, laş şəkilsin, yəni laş, ləş şəkilsin iki hissəyə parçalamaq olur. Hansı halda təbii ki, maq şəkilçisini artırırıq və yəni maq üstü 2 şəkilçisini artırırıq. Artırandan sonra yeni mənalı söz yarandısa, yəni mənalı bir söz yarandısa, o zaman qəbul edirik. Gərginləmək sözü yoxdur dilimizdə. Nəyi gərginləyirsən ki? Gərginləşmək, yəni ləş bir dəfəlik leksik şəkilçisidir. Olmayanda bir dəfəlik leksik şəkilçisi götürürük. Gərginləşmişmək olmadı, qrammatikdir. Demək ki, digəri də qrammatik olacaq. Yəni, maq artıra bilmədinsə feillərdə o şəkilçi olur, qrammatik şəkilçi. Yəhərləmişdi, yəhərlənmişdi, yəhər sözün köküdür. Atın üzərinə qoyulan həmin o yəhərdən söhbət gedir və yəhər sözündən yəhərləmək sözü yaranır. Yəni, lan şəkilçisini biz iki hissəyə parçalaya bilirik. Atı yəhərləyirsən və o yəhərlənir. İki hissəyə parçalandı. Yəhərlənmişmək deyə bilmədim demək ki, qrammatikdir. Dir də qrammatikdir. Yəhərlənmişdirmək olmadı. Ələkçilər. Ələkçilər. Bu sözün kökünü ələk götürənlər var. Amma bu sözün kökü və yaxud da ələ götürənlər var. Bu sözün kökü əldir. Ələ sözündən ələ sözü yaranır. Ələ sözündən ələk ismi yaranır. Ələkçi ismi, lər də qrammatik şəkilçidir. Rastlaşmışdıq, maraqlı bir sözdür. Sözün kökü rast sözüdür. Rast sözündən rastla sözü yaranmır. Yəni kiməsə gedib rastlamırsınız. Bu söz dilimizdə yoxdur. Bu söz rastlaşmaqdır. Yəni laş şəkilçisi var. Mış qrammatik, dığ da sözünün sonunda gəlib iki hissəyə parçalayırıq. Çox maraqlı bir söz var. Qorxutmuşduq sözü. Bu sözü yanlış formada təhlil edənlər var. Sözün kökünü qorxu götürür. Daha sonra deyir ki, qorxu ismi əmələ gəldi. Qorxutmaq feili əmələ gəldi. Qorxu ismi var, qorxutmaq feili var, problem yoxdur. Muş qrammatik, du qrammatik və qıda qrammatik. Dığı iki hissəyə parçalayır. Burada heç bir problem yoxdur. Əgər sözü bu formada təhlil edirsinizsə, bu qrammatik tələbi pozursunuz. Yəni, nə deməkdir o? Gəlin göstərək. Sözün kökünü qorx götürməkdə heç bir problem yoxdur. Sözün kökü qorxular. Əgər siz onu leksik şəkilçi düşünsəz nə baş verər? Təbii ki, hansı söz yaranar? Qorx feilindən qorxu ismi yarandı. Gəlin görək, t şəkilçisi ismə qoşularmı? Qoşulmayacaq. Məsələn, oxut. Oxumaq feilinə artırıldı. Və yaxud da yaşat.
yaşdan yaşamaq feili və t-da feili artırıldı. Və yaxud da başqa bir sözü götürək. Məsələn, başlat. Baş, başla, t yenə də feili artırıldı. Demək, burada əgər onu leksik götürsəm, t ismə artırılacaq. Axı, belə bir qayda var ki, t şəkilçisi və it şəkilçisi feilə qoşulur. Və burada biz ismə artırsaq, demək biz yanlış eləyəcəyik. Demək biz yanlışlıq eləyəcəyik. Sözün kökü qorxudur. Qorx sözündən qorxu ismi yox, qorxutmaq feili əmələ gəlir. Yəni, ut şəkilçisini iki hissəyə parçalamırsınız. Nəyə görə parçalamırsınız? Çünki t şəkilçisi qorxu isminə artırıla bilməz. Demək, ut şəkilçisi qeyd etdik ki, t, bir də it şəkilçisi feilə qoşulur. İndi burada da it şəkilçisinin digər forması utdur. Ut da feilə qoşuldu. Heç bir problem olmadı. Muş qrammatik və du ayrı qrammatik, qıda ayrı qrammatik. Təbii ki, bu tipli test tapşırığı qarşınıza çıxanda sizi necə çaşdıra bilərlər? Götürüb variantlarda verə bilər ki, leksik, daha doğrusu götürüb variantlarda verə bilərlər ki, kök, leksik, qrammatik formasında verə bilərlər və sizi bu formada çaşdıra bilərlər. Bilirlər ki, yəni siz fokuslanacaqsınız ut hissəsinə fokuslananda sondakı o dığı iki hissəyə parçalamayacaqsınız, muş ayrı, duq birlikdə bir qrammatik kimi götürəcəksiniz və yanlışlıq eləyəcəksiniz. Və əslində bu sözün düzgün təhlil forması sözün kökü leksik, qrammatik və qrammatik sxeminə uyğun gəlməlidir. Onlar yaxşı bilirlər ki, siz burada ut hissəsinə fokuslanacaqsınız, duq hissəsi yaddan çıxacaq. Və belə olan halda avtomatik olaraq siz deyək ki, uta fokuslandınız, bir leksik götürdünüz, yəni sözün kökünü götürdünüz, leksik götürdünüz və iki qrammatik olaraq götürəcəksiniz və bu da yanlışlığa gətirib çıxaracaq. Yəni bu formada da təhlil edə bilərsiniz, bu formada da təhlil edə bilərsiniz. Bunlar da yanlışdır. Əslində bu sxema uyğundur. Gəlin fərqləndirək. Kök, leksik, qrammatik və qrammatik sxeminə uyğundur. Burada başqa bir nümunə vermişəm. Qorxusuzluğu. İndi burada sözün kökünü qorx götürüb, qorxmağa başlayırsınız. Yəni, öyrənmişsiniz ki, u şəkilçisini ayrıca götürə bilmərəm. Problem yoxdur. Burada götürə bilərsiniz. Nəyə görə? Qorx feilindən qorxu ismi əmələ gəldi. Gəlin görək, sus şəkilçisi hansı nitq hissələrinə qoşulur? Sus şəkilçisi adlara qoşulur. Məsələn, yaxsız ismə qoşuldu. Düzdürmü? İndi burada da qorx feildir. Feil. Bundan yarandı qorxu ismi. Əgər mən, məsələn, yağsız qeyd edirəm, sözün kökü isimdir. Sızı ismə qoşuramsa, burada da qorxu isminə qoşa bilərəmmi? Bəli, qoşa bilərəm. Burada t şəkilçisi qoşula bilmirdi, amma burada qoşula bilir. Demək ki, u leksikdir, suz leksikdir, qorxusuzluq və u da qrammatik şəkilçisidir. Onun qorxusuzluğu mənsubiyyət şəkilçisi. İndi başqa nümunəyə baxaq. Dalaşqandır. Sözün kökünü dal və yaxud da dalaş formasında götürmüyor. Sözün kökü daladır. Yəni, bizi dalayırlar ki, biz dalaşırıq. Dalaş sözü əmələ gəldi. Və dalaşqan sifəti əmələ gəldi. Dalaşqandır, qrammatik şəkilçisi olmuş oldu. Yəni, sözün kökü daladır. Əkinçilik. Sözün kökü əkin deyil, sözün kökü əkdir. Dilimizdə ək sözü var. Ək sözündən əkin ismi, əkinçi ismi və əkinçilik ismi əmələ gəlmiş oldu. Bu sözdə 3 leksik şəkilçisi var. Başqa bir nümunəyə baxaq. Yaraşıqlı sözü. Sözün kökü yaradır. O yarayır ki, yaraşır. Yaraşandan sonra yaraşıq və l da leksik şəkilçisi. Yəni, bir şey bizə yaramalıdır ki, o yaraşa bilsin. Sözün kökü olur yara sözü. Gəlin indi başqa bir nümunələrə nəzər salaq. Məsələn, qeyd edirəm ki, dağıntılardakı. Sözün kökü dağ olmaz. Çünki dağla dağıntı arasında məna yaxınlığı yoxdur.
Necə bir yaxınlıq olsun ki, dağ yüksəklik anlamındadır, dağıntı isə nəyisə dağılması, dağıntısı anlamındadır. Məna yaxınlığı yoxdursa, dağı kök yox, dağıntını sözün kökü götürəcəyik. Lar qrammatik şəkilçidir, daçı da leksik şəkilçidir, hər zaman sifət yaradır və hər zaman da leksikdir. Heç vaxt da parçalanmır. İndi bu sözə əsasən başqa bir söz yazaq. Məsələn, dağılmaq. Dağla dağıl arasında məna yaxınlığı varmı? Yəni, dağ hara, dağılmaq hara. Məna yaxınlığı yoxdur. Demək ki, sözün kökü dağ yox, dağıl hissəsidir, maqdır. Maq da qrammatik şəkilçidir. Belə bir nümunəyə baxaq. Məsələn, ayılmaq. Ay ilə ayıl arasında bir yaxınlıq yoxdur ki? Yox. Demək, sözün kökü ayıldır, maq da qrammatik şəkilçidir. Və yaxud da barışmaq sözü, sözün kökü bar deyil. Yəni, barla barış arasında necə bir yaxınlıq ola bilər ki? Sözün kökü barışdır. Maq da qrammatik şəkilçidir. Və yaxud da qeyd edirəm ki, düşünmək sözünü. Sözün kökü düş ola bilməz. Sözün kökü düşündür. Düşün. Mək də qrammatik şəkilçidir. Tanınmaq. İndi gedib bu sözün kökünü də bunlara əsasən tanın götürsəz, yanlışlıq eləyəcəksiniz. Nəyə görə? Sözün kökü tanıdır. Dilimizdə tanı sözü var. Bir xalq bir şəxsi tanımalıdır ki, o tanınsın. Tanımaq, tanınmaq, maq da qrammatik şəkilçi olmuş oldu. Mövzu izahımız yekunlaşdı. Bu hissədə istəyirəm ki, bir elanı sizin diqqətinizə çatdırım. Əziz müəllimlər, hörmətli müəllimlər, əgər siz bizim ödənişli dərs qruplarımıza, eyni zamanda sınaqlar qrupuna qoşulmaq istəyirsinizsə, ekranda göstərilən nömrənin WhatsApp-ına yaza bilərsiniz. Həmin nömrəyə yazaraq dərs və sınaq qruplarımız haqqında ətraflı məlumat əldə edə, eyni zamanda qeydiyyatdan keçə bilərsiniz. Qeyd edeyim ki, artıq sentyabr qruplarına qeydiyyat başlayıbdır. Artıq bir çox müəllim bu qruplara qeydiyyatdan keçibdir. Və hələ də gec deyil. Təbii ki, həmin vaxta kimi qeydiyyatdan keçə bilərsiniz. Qeyd edeyim ki, qeydiyyatdan keçən kimi ödəniş etmirsiniz. Yəni, sentyabr qrupları açılır, ilk dərs tədris olunur. Əgər razı qalsanız, ödəniş edib davam edirsiniz. Yox, razı qalmasanız, o zaman qrupdan kənarlaşdırılırsınız və bu formada davam etdirilir. Təbii ki, düşünmürəm ki, razı qalmayasınız. Kifayət qədər mükəmməl dərslərdir. Və qısa olaraq nələr daxildir bizim dərs qruplarına qeyd edeyim. Bütün mövzuların ətraflı və geniş izahı verilir tam sıfırdan. Yəni, adətən yazıb soruşursunuz ki, bu dərslər sıfırdan tədris olunur, yoxsa yox? Bəli, sıfırdan tədris olunur. Bütün mövzular sıfırdan öyrədilir. Eyni zamanda həmin mövzulara uyğun Dövlət İmtahan Mərkəzinin test toplusundan test tapşırıqları həll edilir. Ev tapşırığı kimi verilir. Daha sonra bütün mövzuların, bütün testlərin bütün məqamları izah olunur və müəyyən mövzulardan da əlavə test tapşırıqları verilir ki, bunlar da vərdiş testləridir. Eyni zamanda biliklərinizi həftəlik və aylıq olaraq yoxlayırıq. Yəni, həftəlik sınaq imtahanları və eyni zamanda aylıq sınaq imtahanları təşkil olunur. Həmin sınaqlarda iştirak etməklə sizin həftəlik və aylıq, yəni ay müddətində əldə etdiyiniz bilikləri yoxlamış oluruq. Görək hansı səviyyədəsiz və növbəti ayda biz nələrə diqqət yetirməliyik, yəni bunu görmüş oluruq. Sınaq qruplarımız da çox mükəmməldir, çox möhtəşəmdir. Belə ki, sınaqlar qrupuna qoşulanda siz həmin sınağı sayt vasitəsilə işləyirsiniz və həmin saytda ekranda vaxt geriyə saymağa başlayır. Eyni ilə müəllimlər işə qəbulunda və sertifikasiya imtahanında olduğu kimi və bitir düyməsi var. Bitir düyməsinə vuran kimi nəticə ekrana gəlir. Həm faizlə, diaqramla təsvir olunur. Neçə dəqiqə işləmisiniz bunu görə bilirsiniz. Səhvlərinizi, düzləyirinizi, cavablandırmadığınız sualları, nəticənizi daha sonra linkin üzərinə vurub kopyaladıqdan sonra da ad, soyad, ata adı və nəticə dərhal ekrana gəlmiş olur. Çox mükəmməl saytdır. Eyni zamanda qeyd edeyim ki, bizim dərs qruplarımız, yəni qruplarımıza qoşulanlar dərsləri Zoom vasitəsilə izləyəcəklər. Yəni canlı-canlı həmin mövzuları, həmin dərsləri tədris edəcəyəm. Ona görə də mütləq şəkildə elə indidən qeydiyyatdan keçin ki, həmin vaxta qədər hazır qalasınız, yəni öz yerinizi tutmuş olasınız.
Və son olaraq qeyd edeyim ki, əgər hələ də bizim kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olub bildirişləri aktiv edin ki, növbəti günlərdə sertifikasiya müəllimlərin işə qəbulu imtahanına uyğun hər hansı bir video yerləşdirəndə dərhal məlumatınız olsun. Və daha çox abunə sayı artarsa, biz də sizə daha çox dəstək olmağa çalışacağıq. Eyni zamanda bizə dəstək olmaq üçün videonu bəyənməyi, rəy yazmağı və videonu öz yaxın həmkarlarınızla olduğunuz qruplarda icazə varsa paylaşmağı unutmayın. Gələn videolarda görüşənə qədər hələlik.